Salam dostlar. Bugün size yuxuda həyat yoldaşınızı görməyin müxtəlif mənalarını izah edəcəyik. Yuxular həmişə bizi düşündürür, elə deyilmi? Xüsusən də sevdiyimiz insanları gördüyümüz yuxular. Həyat yoldaşınızı yuxuda görmək bəzən çox gözəl, bəzən də qəribə və narahat edici ola bilər. Amma hər şeyin bir səbəbi olduğu kimi, yuxularımızın da gizli mənaları var. Hazırsınızsa, başlayaq. Yuxuda həyat yoldaşınızı gördünüz, hə? Və indi nə düşünəcəyinizi bilmirsiniz, elə deyilmi? Sakin olun dostlar, panik yapmayın. Həyat yoldaşınızı yuxuda görmək əslində düşündüyünüzdən daha yaygın bir şeydir. Bu yuxu, həyatınızda olan dərin bağlılığı və sevginizi simvollaşdıra bilər. Yəni, içiniz rahat olsun, bu yuxu böyük ehtimalla evliliğinizin güclü olduğunu göstərir. Amma bir dəqiqə, hələ sevinməyə başlamayın. Yuxunun təfərrüatları da çox önəmlidir. Məsələn, yuxuda həyat yoldaşınızla xoşbəxt idiniz, yoxsa küsülü. Yuxunuzun emosiyalarını da yadda saxlamağa çalışın. Bu, yuxunuzu daha dəqiq yozmağınıza kömək edəcək. Bəli, bilirəm, bəzən yuxular o qədər qarışıq olur ki, heç bir şey hatırlamırsınız. Amma narahat olmayın, bu da normaldır. Əsas olan, yuxularınıza diqqət yetirmək və özünüzü dinləməkdir. Yuxular, bizim bilinçaltımızın bizə mesaj göndərmə yoludur. Bəlkə də bu yuxu, evliliğinizdə hər şeyin yolunda olduğunu və sevginizin güclü olduğunu göstərir. Yəni, rahatlayın və evliliğinizin tadını çıxarın. Amma əgər yuxunuz sizi narahat edirsə, o zaman həyat yoldaşınızla danışmaqdan çəkinməyin. Unutmayın, ünsiyyət hər şeyin açarıdır. Yuxuda həyat yoldaşınızla dalaşırsınız. Üstünüz, başınız tər içində qalıb oyandınız. Elə deyilmi? Yuxuda dalaşmaq heç də xoş bir təcrübə deyil. Xüsusən də dalaşdığınız insan həyat yoldaşınızdırsa. Amma panik yapmayın. Bu yuxu həqiqi həyatda daima dalaşdığınız anlamına gəlmir. Əslində bu yuxu, real həyatda yaşadığınız gərginlikləri və anlaşılmazlıqları əks etdirə bilər. Bəlkə də işdə çətin bir gün keçirdiniz, ya da ailənizdə problemlər var. Bütün bunlar bilinçaltınıza təsir edə bilər və yuxularınıza yansıya bilər. Dalaşmaq, həmçinin, problemlərin həll edilməsini tələb edən bir işarə ola bilər. Bəlkə də evliliğinizdə həll etmədiyiniz bəzi məsələlər var və bilinçaltınız sizə bu barədə mesaj göndərir. Əgər bu yuxu sizi narahat edirsə, o zaman həyat yoldaşınızla açıq və dürüst bir şəkildə danışmağınızı məsləhət görürəm. Problemlərinizi görməməzlikdən gəlmək yerinə, onları həll etmək üçün birlikdə çalışın. Unutmayın, hər evlilikdə yuxarı və aşağılar olur. Önemli olan, bir-birinizə dəstək olmaq və problemlərin öhdəsindən birlikdə gəlməkdir. Tamam, bunu etiraf edin. Bu yuxu sizi biraz qorxutdu. Elə deyilmi? Yuxuda həyat yoldaşınızı döymək, əlbəttə ki, xoş bir təcrübə deyil. Amma endişələnməyin, bu yuxu həqiqi həyatda zorakı biri olduğunuz anlamına gəlmir. Bu yuxu, daha çox içinizdə yığılan qəzəbi və ya narazılığı simvollaşdırır. Bəlkə də həyat yoldaşınıza qarşı gizli bir kin bəsləyirsiniz, ya da onun etdiyi bir şey sizi çox əsəbləşdirib. Bu qəzəb, yuxunuzda bu cür şiddətli bir şəkildə ortaya çıxa bilər. Amma unutmayın ki, şiddət heç vaxt həll yolu deyil. Əgər həyat yoldaşınıza qarşı qəzəbli hisslər bəsləyirsinizsə, o zaman onunla açıq və sağlam bir şəkildə ünsiyyət qurmağı öyrənməlisiniz. Bu yuxu, həmçinin münasibətlərinizdəki güc mübarizəsini də simvollaşdıra bilər. Bəlkə də özünüzü münasibətlərinizdə gücsüz və ya haqsızlığa uğramış hiss edirsiniz. Bu hisslər də yuxunuzda şiddət olaraq ortaya çıxa bilər. Əgər bu yuxu sizi narahat edirsə, o zaman bir terapevtdən və ya evlilik məsləhətçisindən peşəkar yardım almağı düşünün. Onlar, bu hisslərin kökünü anlamanıza və sağlam bir şəkildə başa çıxmağınıza kömək
hisleriniz ve düşünceleriniz hakkında konuşmaktan çekinmeyin. Unutmayın ki, sağlam bir evlilikte dürüstlük ve açıklık çok önemlidir. Tamam, derin bir nefes alın ve sakin olun. Bilirim, bu yuhu sizi çok sarsıtmış olmalıdır. Ama panik yapmayın. Yuhuda hayat yoldaşınıza hıyanet etmek, hakiki hayatta da hıyanet edeceğiniz anlamına gelmir. Bu yuhu, daha çok münasebetlerinizdeki güven problemlerini veya özünüze olan güven eksikliğini gösterebilir. Belki de hayat yoldaşınızın size olan sevgisinden şüphelenirsiniz ya da onun sizi terk edeceğinden korkursunuz. Bu korkular, yuhunuzda hıyanet şeklinde ortaya çıkabilir. Diğer taraftan, bu yuhu özünüzü münasebetlerinizde ihmal edilmiş veya takdir edilmemiş hissettiğinizi de gösterebilir. Belki de hayat yoldaşınız size yeterince zaman ayırmır ya da hislerinizi anlamır. Bu hisler de yuhunuzda hıyanet şeklinde ortaya çıkabilir. Eğer bu yuhu sizi narahat edirse, o zaman hayat yoldaşınızla hisleriniz ve düşünceleriniz hakkında konuşmaktan çekinmeyin. Ona karşı olan güvensizliğinizin sebeplerini anlatın ve bu problemleri birlikte çözmeye çalışın. Yuhuda hayat yoldaşınızdan ayrılmak, sizi derinden sarsan bir tecrübe olabilir. Ama endişelenmeyin, bu yuhu hakiki hayatta da ayrılacağınız anlamına gelmir. Bu yuhu, daha çok hayatınızda yeni bir merhaleye geçit etme arzunuzu veya mevcut vaziyetten narazılığınızı gösterebilir. Belki de işinizden, yaşadığınız şehirden veya hayatınızın genel akışından memnun değilsiniz. Bu memnuniyetsizlik hissi, yuhunuzda ayrılık olarak ortaya çıkabilir. Ayrılmak, hemçinin bağımsızlık ve özgürlük arzusunu da simbollaştırabilir. Belki de özünüzü hayat yoldaşınıza çok bağımlı hissedirsiniz ve daha çok öz başınıza düşünmek ve hareket etmek istiyorsunuz. Eğer bu yuhu sizi narahat edirse, o zaman hayatınızda neleri değiştirmek istediğinizi düşünün. Belki de yeni bir işe başlamanız, yeni bir hobi edinmeniz veya sadece kendinize daha çok zaman ayırmanız gerekir. Yuhuda hayat yoldaşınızı hamile görmek, çoğu insan için sevindirici bir haber olarak yorumlanır. Bu yuhu, genellikle yeni başlangıçları ve bereketi simbollaştırır. Hayat yoldaşınızın hamile olduğunu görmek, hemçinin hayatınızda yeni bir dönemin başlangıcını da işaret edebilir. Bu yeni dönem, iş hayatınızda yaşayacağınız bir değişiklik, yeni bir eve taşınmak veya yeni bir projeye başlamak olabilir. Hamilelik, aynı zamanda büyüme ve gelişmeyi de temsil eder. Bu yuhu, kişisel olarak veya profesyonel olarak kendinizi geliştirmek için yeni fırsatlarla karşılaşacağınızı gösteriyor olabilir. Eğer çocuk sahibi olmayı planlıyorsanız, bu yuhu size olumlu bir işaret olarak yorumlanabilir. Ancak unutmayın ki, yuhular her zaman gerçek hayatta yaşayacağınız şeylerin bir göstergesi değildir. Ümit ederim ki, bu video size yuhularınızın manasını anlamakta kömek etti. Unutmayın ki, yuhular kişiden kişiye değişiklik gösterebilir ve her zaman net bir yorumu olmayabilir. Önemli olan, kendi hislerinize güvenmek ve yuhularınızın size ne anlatmak istediğini anlamaya çalışmaktır. Daha çok böyle meraklı videolar için kanalımıza abone olmayı unutmayın. Bildirimleri açın ki yeni videolarımızdan haberdar olun. Sağ olun ve yuhularınız hemşe güzel olsun.